Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Robert Garnier'in öyrənmənin şərtləri nəzəriyyəsidir. Öyrənmənin şərtləri nəzəriyyəsinə görə biz deyirik ki, 9 dənə ümumi addımımız var və bu addım dərsin mərhələləri ilə birbaşa demək olar ki, əlaqədardır və bir çoxu haqqında demək olar ki, az da olsa məlumatınız var. Mərhələlərin bir-bir diqqət yetirək. Biz 9 addımdan ən birincisini deyirik, şagirdlərin diqqətini dərsə cəlb etmək. Diqqətini cəlb etmək bizim öyrəndiyimiz interaktiv təlim mövzusunda öyrəndiyimiz motivasiya mərhələsidir. Yəni biz əvvəlcə şagirdlərin diqqətini dərsə cəlb etməliyik ki, dərsin qalan hissəsində düzgün şəkildə təşkil edə bilək. Əgər biz şagirdlərin diqqətini cəlb etmədən onları prosesə cəlb etməyə çalışsaq, onlara tapşırıqlar versək, mövzunu izah etsək, bu tapşırıq şagirdlərin demək olar ki, yadında qalmayacaq və onlar üçün maraqlı gəlməyəcək. Buna görə də biz əvvəlcə şagirdlərin diqqətini dərsə tam şəkildə cəlb etməliyik ki, onları motivasiya etməliyik ki, daha sonra digər çətin məqamlara da nəzər sala bilək. Və diqqəti cəlb etmək üçün bir neçə üsullarımız var ki, məsələn, şagirdlərə düşündürücü sualların verilməsi, onlarda problemli situasiya yaratmaq, öz şəxsi təcrübəsini bölüşmək, eyni zamanda müəllimin də başına gələn hər hansısa bir hadisəni bölüşə bilər. Daha sonra crosswordlar verə bilər müəllim, musiqi parçası dinlədə bilər, tapmacalar verə bilər. Bunlar hər biri şagirdi dərsə cəlb edən vasitələrdir. Əyani materiallar da ola bilər. İkincisi deyirik ki, şagirdlərə təlim nəticələrini elan etmək. Təlim nəticəsi bildiyimiz kimi təlim nailiyyətlərinin əvvəlcədən müəyyənləşdirilməsidir. Yəni biz şagirdlərə dərsin məqsədini bildirməliyik ki, həm də bu strategiya, yəni şagirdlərə təlim nəticələrini elan etmək scaffolding sayılır. Yəni şagirdlərin müvəqqəti dəstək xarakteri daşıyır. Biz şagirdlərə təlim nəticəsini elan etdikdə, artıq şagirdlər dərsin məqsədinin nə olduğunu bilirlər. Onlar nə əldə edəcəklər, bunun haqqında məlumatlı olurlar. Üçüncü dərsdə əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq və bir də bayaqkinə uyğun olaraq vurğulayım ki, mütləq şəkildə biz hər dərsdə, yəni hər bir dərsin ayrı məqsədi var və hər birini şagirdlərə çatdırmalıyıq. Üçüncü dedik ki, əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Bu nə deməkdir? Yəni keçmiş dərslərdən suallar vermək. Adətən bu da motivasiya xarakteri daşıyır ki, motivasiya mərhələsində də biz şagirdlərə keçmiş biliklərini yadına salıb onları motivasiya edirik. Yəni onlar bildiyi bir mövzular olanda onlar daha çox həvəsləndirir. Daha sonra yeni mövzunun izahına keçirik. Əvvəlki təlimdə qazanılmış bilik və bacarıqlar əsasən də mövzu ilə də daha çox uyğunluq ola bilər. Yəni bizim mövzumuza uyğun olaraq əvvəlki dərslərdə nə vaxtsa ona nəzər salmışıqsa, onu diqqət yetirib həmin mövzu üzrə təkrarlar edə bilərik. Dördüncü mərhələ isə dərsin mövzusunu təqdim etməkdir. Dərsin mövzusunu təqdim etmək isə biz deyirik ki, şagirdlərə mövzunu təqdim edirik. Yəni bunu biz müxtəlif formada eləyə bilərik ki, məsələn, video şəklində, mühazirə şəklində, slaydlar göstərə bilərik və yaxud da hər hansısa bir əyani materiallar istifadə edərək ki, dərsin mövzusunu şagirdlərə bu formada təqdim edə bilər. Yəni dərsin mövzusu ilə öyrənməni təmin etmək sizi qarışdırmasın. Dərsin mövzusunu təmin etmək, yəni məzmunu şagirdlərə çatdırmaqdır. Öyrənməni təmin etmək isə artıq burada mən mövzu haqqında şagirdlərə müəyyən məlumatları ötürmüş oluram. Bu da 5-ci addımı əhatə edir ki, deyirik 5-ci addımımız öyrənməni təmin etməkdir. Öyrənməni təmin etmək, yəni baxın, şagirdlər burada bizə qeyd edib ki, əlavə resurslar verə bilərik, onları qrafik orqanizerlərdən istifadə edə bilərik, əvvəlki dərsdən inteqrasiya ola bilər, amma ki, bu öyrənməni təmin etməkdir. Bu mövzunu biz şagirdlərə dedikdə ola bilər. Yəni müəllim artıq mövzu haqqında şagirdlərə nə isə ötürürsə, bu öyrənməni təmin etməkdir. Amma sadəcə hələ məzmunu bildirirsə, bu 4-cü mərhələ dərsin mövzusunu təqdim etmək nəzərdə tutulur. Öyrənməni təmin edəndə də yenə də burada müxtəlif bizdə məlumatlar var ki, müxtəlif üsullar var ki, bu üsullar vasitəsilə şagirdləri öyrənməsini biz təmin edə bilərik. 6-cı mərhələmiz bilik və bacarıqların tətbiqini təmin etməkdir. Bilik və bacarıqların tətbiqini təmin etməkdə nə edirik artıq? Yəni şagirdlər biz məzmunu demişik, mövzunu təqdim etmişik və artıq başlayırıq onu tapşırıqlarını tətbiq etməyə. Məsələn, burada da bizə deyir ki, təqdimat hazırlamaq, laboratoriya iş aparmaq, praktik məşğələ, məktəbyanı sahədə çalışmaq, rollu oyun, işin icra olunmasını təmin etmək. Yəni mövzumuz nədirsə, onunla bağlı layihə işi də verə bilərik, daha doğrusu təqdimat işi də verə bilərik və yaxud da bitkiləri qorumaqdırsa və yaxud da təmizliklə bağlıdırsa, məktəbyanı sahədə çalışa bilərlər. Hər hansı bir obrazlardırsa, rollu oyunda oynaya bilərlər. Artıq bunu praktik şəkildə icra etməyə başlayırlar.
7-ci mərhələ isə əks əlaqə qurmaqdır. Əks əlaqənin qurulmasına deyirik ki, biz şagirdlərə meyarları artıq əvvəlcədən təqdim etmişik və qiymətləndirmə meyarlarını da şagirdə əvvəlcədən deyirik və ona uyğun şagirdə rəy veririk. Yadımızda qalsın ki, rəy gələcək yönümlü olmalıdır və inkişafa yönəmli olmalıdır, yəni idraka yönəlik olmalıdır. Biz şagirdin hər hansısa bir onun zəkalı olduğu, ağıllısan, sən zəkalısan, sən müəllim övladısan, sən mənim dostumun uşağısan, bu tipli çıxışlardan yox. Yəni biz şagirdin gördüyü işi qiymətləndirməliyik ki, məsələn, sən bacarıqlısan, sən məsələn deyirəm, tutaq ki, bu misalı həll etmisən, 5 dənə misaldır, 3-ü düzdür, digər ikisində yanlışlıq var. Onu da bu üsullardan istifadə etsən həll edə bilərsən. Yəni düzgün rəy budur ki, biz şagirdin işini qiymətləndirək və onu istiqamətləndirək səhv məqamlarda. Bu isə əks əlaqədir, yəni refleksiya. 8-ci mərhələ deyir ki, təlim nəticələrinin reallaşdırılmasının səviyyəsini müəyyənləşdirmək. Bu da bilirsiniz nədir? Yəni deyirik ki, burada bayaq da dediyim kimi refleksiya etmək və qiymətləndirmə. Yəni burada şagird də özünə qiymət verə bilər, yoldaş qiymətləndirilməsindən istifadə edə bilər. Eyni zamanda müəllim də şagirdlərə müəyyən mövzu ilə bağlı öz qiymətləndirməsini, öz təkliflərini irəli sürə bilər. Yəni təlim nəticələrinin reallaşdırması baxırıq ki, biz qarşımıza qoyduğumuz məqsədə nə dərəcədə çatmışıq. 9-cu deyirik ki, informasiyanı möhkəmləndirmək və bacarığa çevirməkdir ki, burada artıq şagirdlər tamamilə hər şeyi ətraflı şəkildə mənimsəyiblər. Və indi burada növbəti addım olaraq biz öyrəndiklərimizi bacarığa çevirməliyik. Yəni real bir proseslərə çevirməliyik ki, bu da esse yazmaq, layihə hazırlamaq, testdə də belə qarşınıza çıxacaq ki, yəni daha biraz çətin işlər görürsə, bu informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək mərhələsi hesab olunur. Ümumi olaraq deyirik ki, burada 9 dənə mərhələ var və bu 9 dənə mərhələ bir-biri ilə tamamilə əlaqəlidir ki, yəni bu mərhələ olmasa digər olmaz, o mərhələ olmasa digər olmaz. Yəni bir-biri ilə əlaqəli olan mərhələlərdir.